Keçən dərslərdə biz fiqurların formatlaşmasını nəzərdən keçirdik. Bugünkü dərsdə biz həmin mövzunu davam edəcəyik və axırda bir dənə blok sxem yaradacağıq. Gəl keçən dərsi biraz təkrarlayaq və sənədin içinə bir neçə dənə fiqur yerləşdirək. Keçirik Vstavka, Insert tabına və buradan illüstrasiya bölməsindən lazım olan fiqurları seçək. Birinci fiqurumuz olacaq 4 bucaq yerləşdirdik. Belə. İkinci fiqurumuz olacaq. Deyək ki 3 bucaq. Bunu da burada yerləşdirdik. Üçüncü fiqurumuz olacaq ulduz. Bunu da burada yerləşdirdik. Belə. İndi bu fiqurları bir-biri ilə oxlarla birləşdirək. Bu oxla seçdik. Yaxınlaşdıq 4 bucağa və birləşdirdik ulduzla. Bir dənə də bu oxdan götürürük və artıq buradan aparırıq 3 bucağa. İndi bu oxları bir balaca görkəmini dəyişək, seçdik. Keçirik kontura. Onun yoğunluğunu biraz artıraq. Belə olsun, yəni gözə girən biraz olsun. Və deyək ki, ştrixləyək. Qırılan xəttlər olsun. Belə. Eyni üsulla da bu xətti eləmək olar. Amma onun ikinci variantı var. Yəni bu xətti seçirik. Keçirik Qlavnaya, Home tabına. Buradan Format по образцу komandasını seçirik. Yəni ki, bu fiquru, bu fiqura, bu fiqurun formatını ver. Yəni götürdük, yaxınlaşdırırıq fiqura və üstünə bir dəfə basırıq. Gördünüz, həmin formatı aldı. İndi biz əsasən burada fikir verirsənmişəm. Əgər şəkil seçilməyibsə, format tabı şəkil seçilibsə, format tabı aktivdir. Əgər şəkil seçilməyibsə, yəni fiqur, belə, göz format tabı yox olur. Format tabını gətirmək üçün müəyyən bir fiquru seçirsiniz. Format aktivləşir. Belə. Keçən dərslərdə biz format istifadə edəndə fiqur üçün bu komandalardan istifadə edirik və bu komandalardan istifadə edirik. Burada bir dənə şey fikir verirsiniz. Əgər xətt seçilirsə, görürsünüz, fiqurun rəngini dəyişmək mümkündür. Yəni daxili rəngini dəyişmək mümkündür. Amma 4 bucağı seçsək, 3 bucağı seçsək, yaxud ulduzu seçsək, bu əmr aktivdir. Bu komandalardan başqa, yəni bu əmrlərdən başqa buradakı olan komandaları da istifadə etmək olar. Kursoru yaxınlaşdırırsınız bu işarəyə. Yəni fiqurların stili bölməsində bu işarəyə və görürsünüz, yazıb format fiquru, yəni fiqurun formatları. Düyməni basırsınız və belə bir pəncərə açılır. Avtomatik olaraq bu pəncərə açılır. Yəni fiqurların rənglə doldurulması və sərhədlər. Həmin bölmədə 2 dənə alt bölməsi var. Baxaq zalivkaya, yəni rənglə doldurulmasından. Görürsünüz, burada aktiv bu komandada splashная заливка. Yəni
fiqurun içi, hansı fiquru seçmişik, tam rənglə doludur. Əgər yığışdırmaq istəyiriksə, yəni buradan da eləyə bilərik, buradan da eləyə bilərik, buradan da eləyə bilərik. Bax, net zaливki, yəni rəng yoxdur. Gördünüz? Sonra belə bir doldurma ola bilər, naxışlarla. Sonra belə, gradiyent. Gradiyentdə 2 yaxud 3 rəng verə bilərsiniz. Tutalım ki, burada seçirsiniz, deyək ki, qəhvəyi rəngini biraz dartaq tutalım ki. İkinci rəng istəyirsinizsə, görürsünüz, bu rəngdir. Bir rəngdə istəsəz, görə bilərsiniz, deyək ki, belə, tünd göy rəng. Böyle rənglər mümkündür. Yəni buna gradiyent deyirlər. Yəni bir neçə rəngin qarışığı. Yığışdıraq. Gradiyenti. Qaytardıq öz rəngini. Sonra burada görürsünüz şəffaflıq. Prozraçность. Bizdə 0%'dir. Şəffaflıq 0'dan 100'ə qədər dəyişə bilərik. 100% olanda bax, fiqur belə bir forma alır. Nəyə görə lazımdır? Buna fikir verirsiniz. Əgər fiqurumuz belə olsa, şəffaflıq 0'dır. Bu fiquru yerləşdirir ulduzun üstünə. Və belə görsənir. Amma şəffaflıq belə olsa, yəni 100% şəffaflıq, ulduz tam aydın görsənir. Baxmayaraq ki, 4 bucağın altındadır. Qaytaraq yerinə. Effektlər bölməsinə keçib, seçilmiş fiqura effektlər vermək olar. Yəni buradan da eləmək olar. Fikir veririz, buradan da eləmək olar. Demək olar ki, birə-bir də komanda var. Burada biraz çoxdur. Burada biraz azdır. Yəni bu komanda görürsünüz. Bu komanda burada yoxdur. Amma təxminən alt üst eyni komandalardır burada. Yəni buradan da eləmək olar. Buradan da eləmək olar. Gəliz 3 bucağa bir dənə kölgə qoyaq. Deyək ki, belə eləyək. Burada belə eləyək. Belə bir kölgə qoyaq. Və bağlayaq pəncərəni. İndi tutalım ki, fiqurun içində bir dənə mətn yığmaq istəyirsiniz. Məsələn, bu fiqurun içində deyək ki, 4 bucaq sözünü yazmaq istəyirsiniz. Bir dəfə burada muşkanın sol düyməsini basırsınız və mətni yığırsınız. Dörd bucaq. Əgər mətni formatlaşdırmaq istəyirsinizsə, bu mətndən heç bir fərqi olmur. Yəni qaraldırsınız, keçirsiniz qlavnaya, home tabına və buradan yağlı edə bilərsiniz, rəngini dəyişə bilərsiniz, şriftin ölçüsünü dəyişə bilərsiniz. Deyək ki, belə. Yeni şeyi də burada eləmək olar. Yeni şeyi də burada eləmək olar. Tamam, bastınız. Burada görürsünüz, ulduz. Ulduz. Biraz böyüdə bilərsiniz ki, ulduz yerləşsin. İndi tutalım ki, bu mətni, 4 bucaq mətni biraz qaldırmaq istəyirsiniz, yuxarı yaxud biraz aşağı salmaq istəyirsiniz, yaxud biraz sağa sola dartmaq istəyirsiniz. Onda nə etmək lazımdır? Fiquru seçirsiniz ki,
ki bu markerlər əmələ gəlsin. Sağ düyməni basırsınız və burada format fiqur, yəni fiqurun formatı komandasını seçirsiniz. Və burada keçirik mətnin parametrlərinə. İndicə biz fiqurun parametrlərinə baxdıq. İndi isə mətnin parametrlərinə baxaq. Və burada keçirik bax bu bölməyə. Maketə. Burada görürsünüz. Sol tərəfdən nə qədər yer buraxılıb. Sağdan, yuxarıdan, aşağıdan seçilmiş fiqurda. Yəni yuxarıdan, aşağıdan, soldan, sağdan. Tutalım ki bu mətni biraz qaldırmaq istəyirsiniz yuxarı. Əgər şaquli hərəkət edəcəksə mətn, yəni yuxarı aşağı qalxacaqsa, onda bu iki qrafalardan istifadə edirsiniz. Yəni yuxarı və aşağı qrafalardan. Əgər üfüqi gedəcəksə sola sağa, onda bu iki qrafadan istifadə edirsiniz. Sol və sağ. Gəl dəyişək. Biraz qaldıraq mətni yuxarıdan. Buradan da eləyə bilərsiniz. Mənim üçün buradan bura olan məsafədir. Dəyişək, bunu eləyək. 0.13 eləyək. Tutalım ki 0 deyək ki 0.1. Fikir verirsiniz, mətn biraz qalxdı. Əgər bu sizin üçün azdırsa, onda buradan da dəyişə bilərsiniz. Tutalım ki 0.33. Gördünüz, mətn biraz da qalxdı. Eyni şeydə sola sağa. Belə də eləmək olur. Sonra bu komanda var. Podgonyat razmer fiquru podtekst. Yəni mətnə uyğun fiqurun ölçüsünü dəyişirsiniz. Gəliz burada eləyək. Seçilmiş dörd bucaqda. Görürsünüz, dəyişdi. Gəliz burada eləyək. Görə burada dəyişəcək. Görürsünüz, burada da biraz dəyişdi. Qaytaraq yerinə. İndi format tabını aktiv eləyirik. Belə. Bu komandalara baxaq. 5 dənə əmrdir. Bu əmrlərə baxaq. Birinci komanda budur, əmr. Fikir verirsiniz, 3 bucağı basıram. Və sizə burada göstərir ki, bax, hal-hazırda bu komandanı istifadə edə bilərsiniz. Görürsünüz. Seçirsiniz, gedir sola. Seçirsiniz, gedir yuxarı sola. Ortaya, sağ tərəfə. Aşağıya. Yəni seçilmiş fiqura müəyyən bir pozisiya seçə bilərsiniz. Bu komandalarla, bu əmrlərlə. Və belə bir komanda da var. Görürsünüz, aptikaniya tekstim. Yəni fiqurun yan yörəsində, yan dairəsində mətn yerləşəcək. Və fikir verirsiniz bu işarəyə, yəni əməliyyatı buradan da eləmək olar. Fikir verirsiniz, belə bir pəncərə açılır. Əməliyyatı buradan da eləmək olar. Yəni fiqurun böyründə belə bir işarədir. Və əməliyyatı sağ düyməni basıb aptikaniya tekstim komandası seçmək olar. Yəni buradan da eləmək olar. Buradan da eləmək olar və fiqurun böyründə olan işarədən də eləmək olar. Fərqi yoxdur. İndi gəliz, ulduzu mən biraz çəkim yuxarı, daha aydın olsun. Mətnin üstünə yerləşdireyim. Belə. Fikir verir, sözü bağladı. O sözü görmək üçün buradan eləmək olar. Zatekstim, yəni mətnin arxasında görürsünüz, görsəndi. Biri tekstim eləyəndə mətn görsənmir. Çünki mətn fiqurun arxasındadır. Eyni əməliyyatları buradan da eləmək olar. Zatekstim, yəni mətnin arxasında, yaxud biri tekstim mətnin qabağında. Sonra burada nə var? Kvadrat. Kvadrat elanda, yəni bu əmri seçəndə ulduzun yay yörəsi görürsünüz, boş olur, elə bir kvadrat şəklindədir. Biri var pa konturu, kontura görə.
Yəni o da ulduzun yay yörəsində mətn yığılır, amma konturuna görə. Artıq kvadrat şəkli alınmır. Biri var skvoznoy, yəni mətn ulduzun içindən keçir. Bir də var sverxu и снизу, yuxarıdan aşağıdan. Görürsünüz, mətn ya yuxarıda yerləşir, yaxud da aşağıda yerləşir. Yəni böyürlərdə mətn yerləşməyəcək. Qaytaraq ulduzu yerinə. Gələcəkdə mən bu fiqurların hamısını ləğv edim və blok sxemdən danışaq. Buranı da bağlayaq. Blok sxem nəyə deyilir? Müəyyən bir iş görəndə, tam ki, əsasən bu proqramistlərə aiddir. Proqramistlər bir proqram quranda əvvəlcədən onun blok sxemini eləyirlər. Yəni blok sxemlər elə bil ki, proqramın tərtib etməsinə çox kömək eləyirlər. Gəliz müəyyən komandaları sizə göstərirəm blok sxemdə. Keçirik yenə də Stavka insert tabına, buradan fiqurlara və bu bölmədən, yəni blok sxem bölməsindən bir neçə fiqur götürəcəyik və buradan oxları götürəcəyik. Amma əvvəlcədən bu əmrdən istifadə edəcəyik. Novoye polotno, создать рисунок. Yəni blok sxem yaratmamışdan əvvəl biz bir dənə alt lay yaradırıq. Yəni belə demək olar, bir dənə tablo yaradırıq və onun üstündə blok sxemi düzəldəcəyik. Nə üçün bu lazımdır? Birazdan başa düşəcəksiniz. Bastıq, yeni lay. Belə bir fiqur əmələ gəlir. Yəni başqa fiqurlardan heç nə ilə seçilmir. Bunları da yerini dəyişmək olar. Ölçüsünü böyüdüb kiçiltmək olar. Biraz böyüdək, belə eləyək. Konturunu dəyişmək olar. İçini rənglə doldurmaq olar. Və bütün başqa əməliyyatlar hansılar ki fiqura aiddir, əksəriyyətini bura tətbiq eləmək olar. Lay yaratdıq. İndi gəliz layın içinə fiqurları yerləşdirək. Keçirik bura. Ya burada varsa dörd bucağı götürdük. Yerləşdirdik. Bunun bir dənə duplikatını çıxardırıq. Bir dənə dörd bucaq. Deyək ki burada. Gəliz mən bunu biraz aşağı çəkim. Belə. Burada romb şəklini yerləşdirək. Və giririk bura. Buradan blok sxemdən bir dənə romb şəklini götürürük. Bu fiquru yerləşdiririk. Deyək ki burada belə yerləşdirək. Və 2 dənə ox götürək. Daha doğrusu bir ox götürəcəyik, onun 2 cür yaradacaq. Bu oxu götürdük və fikir verirsiniz. Yaxınlaşdırıram onu romba. Uzaqlaşırım. Görürsünüz, burada belə bir marker əmələ gəlir. 4 dənə marker əmələ gəlir. Yaxınlaşdırıb bu markerə oxun bir tərəfini bu markerə yapışdırırıq. Sonra dartdırıq aşağı 4 bucağa. 4 bucağa yaxınlaşan kimi görürsünüz, burada da marker əmələ gəlir. Və yapışdırırıq 4 bucağın markerini. Eyni əməliyyatı da buradan eləyək. Amma bir balaca fərqli. Yenə də oxu götürürük. Yaxınlaşdırırıq romba. Markeri görən kimi oxun bir tərəfini yapışdırırıq markerə. Dartırıq aşağı. Amma burada görürsünüz, marker görsənən kimi markeri yox, başqa bir tərəfə 4 bucağını yerləşdiririk, yapışdırırıq. Belə. Görürsünüz, burada da marker var, burada da marker var. Yəni xətt iki tərəfdən markeri birləşdirir. Burada isə yalnız bir tərəfdir. Yəni görürsünüz nə olur?
Görürsüz bu romb yaxşı yerləşməyib. Yəni mən istəyirəm ki, bu rombu dördbucaqların ortasına yerləşdirim. Yəni bax belə. Və fikir verirsiniz. Birinci xətt normal hərəkət eləyir rombla, ikinci xətt yox. Yəni bu xətt burada yerləşməli idi. Çünki markerə bitişməyib. Ona görə də düz getmir xətt. Gəzi qaytaraq əməliyyatları. İndi bir də xətti götürürəm. Yerləşdirirəm markerə. Burada da markerə. Və bıraxın. İndi fikir verirsiniz, rombu çəkəndə görürsünüz. Hərəkət edir rombdan bir yerdə. Sonra bu xəttlərlə nə etmək olar? Tutalım ki, seçdiyi bu xətti sağ düyməni basırıq və buradan tipi соединительных liniy, yəni birləşdirici xəttlərin tiplərindən 3 tip seçirik. Birinci tip artıq seçilib. Avtomatik budur. Düz xətt. Görürsünüz? Seçək belə xətti. Соединительная liniya уступом. Yəni birləşən xətt çıxıntılıdır. Belə eləyək. Görürsünüz nə olacaq? Görürsünüz xətt belə olur. Bu daha qəşəngdir. Yəni ki belə. Bir də üçüncü variant var. Bu xətti seçək. Sağ düyməni basırıq. Və buradan üçüncü variant seçirik. Skrulyonla соединительная liniya. Yəni dairəvi birləşən xətt. Əgər belə tərcümə eləmək olarsa. Çünki dairəvi kruqlu gedir. Burada skrulyonludur. Təxmini yuxarı aşağı belə demək olar. Seçirik. Görürsünüz. Yarım çevrə əmələ gəlir. Burada bu yaxşı görsənmir. Ona görə qaytarırıq dala əməliyyatı və burada da seçib sağ düyməni basıb elə həmin xətti götürürük. Görürsünüz. Belə daha qəşəng olur. İndi nəyə görə bu əməliyyatları outline üstündə eləmək lazımdır, yaxud tablonun üstündə eləmək lazımdır. Bax, bura tablodur, outline və bizim blok schemimiz burada yerləşir. Gəl həmin şeyi tablosuz eləyək, yəni outlinesız eləyək. Bax, burada. Yenə də keçirik stavka insert tabına və həmin fiqurları yerləşdiririk. Birinci gəlir romb, belə, sonra yerləşdiririk dörd bucağı, belə, sonra onun duplikatını alırıq, klaviaturdan Ctrl-D, belə və xəttləri gətirib. Bu xətt buradan belə gedəcək və fikir verirsiniz. Komandanı ləğv eləyib. Bax, xətti gətirirəm. Və fikir verirsiniz, xətti gətirəndə bura həmin markerlər burada görsənmir, görürsünüz. Belə elədim. Bir də xətti gətirdim. Bunu da belə elədim. İndi rombu çəkirəm ortaya. Yəni buradakı kimi olsun. Seçdim rombu. Fikir verirsiniz. Rombu gətirirəm ortaya. Nə bu xətt gəlir sola, nə bu xətt gəlir sola. Getmirlər. Çünki blok scheme outline üstündə çəkilməyib. Bunun kimi. Yəni burada tablo yoxdur. Ona görə də məsləhət görülür ki, əgər blok scheme Word proqramı içində yaradırsa, onu mütləq tablonun üstündə eləyəsiniz. Bugünə bu qədər. Təşəkkürlər.